Hikmət, mən üstünüzə sağlıq. Ata xəstələnib, əgər icazə versəydiniz, mən 2-3 gün möhlət götürərdim. Bu, nə danışsan sana? Kim nə danışır, gəlsin mən xəbər edirəm usta. Yox Hilal, alınmaz. Sən getsən şirkət qalır boş. Sən bu şirkətdə mənim üçün nə qədər mühüm əməkdaş. Hə, sən mənim üçün nə qədər mühüm əməkdaşsan. Yox, alınmaz Hilal, indi. Hikmət müəllim. Ay can. Ay Hikmət müəllim. Nə adam var, səni bir adam var, hə? Ay Hikmət müəllim, mənim kim xəstələnib, pupsikim çıxam. Da. Nə ola mənə bir həftəlik icazə ver də mən evdə baxım. Azdan bir həftə get, tələs indi bir ay get qal. Bir ay. Spasiba. Gəl o fikirlə işlərəm, mən təkcə xəbərim olsun. Bəs Hikmət, mən xahiş eləsəm mənim maaşımı 100 manat artıra bilərsiniz, vəziyyətim heç olur. Ay Hilal, kef sənə Allahın olsun. Deyirsən, nə pul var elə ki. O deyə şirkət rəhbərlərinə deyir burada gəl, pul var da sot verirəm. Bəs Hikmət müəllim, deyirsiniz ki, pulum yoxdur, amma özünüzə təzə maşın almısınız. Necə olur bu? Bu. Deyil, ala, maşın. Bizon lotereya keçirilir. Qapağın altınca kodu var. promo.bizon.az saytına qeydiyyatdan keçsən, hər həftə bir maşın verilir. Mən də bəxtimi sınadım, unutdum onu. Başa düşürəm. Ay Hikmət müəllim. Ay inanırsan ölürəm əsəbdən. Yaz nə olur? Sən aldığın maşını vurmuşam arxasına. Canım sağ olsun, mən edirəm, düzəldirəm. Çox sağ ol. Bir də pupsik mənim prosedurlarımı baxdı. 2000 manat kartıma atarsan da. Yaxşı can. Öpdüm səni. Hadi bay bay. Boy. Gerçəkdir, kef deyil. Yaxşı Hikmət müəllim, mən hər şeyi başa düşdüm. Sağ ol, çox sağ ol. Hikmət müəllim. Bu.